Babək haqqında müxtəlif fikirlər mövcuddur. Kim idi Babək? İslam dininə qarşı çıxan sərkərdə, yoxsa xalq qəhrəmanı? Babəkin doğum tarixi müxtəlif mənbələrdə müxtəlif cür qeyd edilmişdir. Tədqiqatçılara görə Babəkin doğum tarixi 798-800-cü illərə təsadüf edilir. O, İranın Ərdəbil şəhəri yaxınlığında yerləşən Bilalabad kəndində dünyaya gözlərini açmışdır. Atasının adı Abdullahdır. Babəkin əsl adı isə Həsəndir. Atasının vəfatından sonra karvanlara qoşularaq Azərbaycanın hər tərəfini gəzən Babək Təbrizdə Xürrəmi təlimi ilə tanış olur. Xürrəmi hərəkatı 8-9-cu əsrlərdə müəyyən fasilələrlə 60 ildən artıq davam edən xalq hərəkatıdır. O dövrdə Azərbaycanın müstəqilliyini əlindən almış Abbasilər xilafətinə qarşı mübarizə aparmışdılar. Xürrəmilərin əsas qərargahı Bəz qalası idi. Bu ərəfədə Xürrəmlərə Cavidan başçılıq edirdi. Cavidan İbn Sührək evə qayıdarkən qar fırtınasına düşür. Babəkin evində gecələməli olur və o, Cavidanın dəstəsinə qoşularaq Bəz qalasına gedir və burada Cavidanın rəğbətini qazanır. Cavidan 816-cı ildə Əbu İmranla döyüşlərin birində həlak olur və onun vəsiyyəti ilə yerinə Babək təyin olunur. Vəsiyyəti Cavidanın yoldaşı açıqlayır. Yerli əhali ilk öncə narazılıq edir, amma daha sonra razılaşırlar. Mən Babəki Xürrəmidin bu gecə Xürrəmilər içində birinci döyüşçü vəzifəsini qəbul edərkən and içirəm. Siz də and için. Göydə yeni ay para görünən gecə bizim üçün üsyan və qurtuluş gecəsi olacaq. Babək öz başçılığı dövründə daha ciddi tədbirlər görür. Üsyan digər vilayətlərə yayılır və Azərbaycan ərazisi Xürrəmlərin əlinə keçir. Bu dövrdə Abbasilərə Harun Ər-Rəşidin oğlu Məmun başçılıq edirdi. O, atasının siyasətini davam edirdi. 7-ci Abbasi xəlifəsi idi. Azərbaycanda tətbiq edilən vergilər və köçürmə siyasəti onlara qarşı olan üsyanın başlıca səbəbləri idi. Əl-Xürrəmiyyə və Əl-Babəkiyyənin mənşəyi Babək Əl-Xürrəmidir. O, Möhtəsimin vaxtında meydana gəlmişdir. Onları ona görə Əl-Mühəmmirə adlandırırdılar ki, Abbasilər öz bayraqlarını qara rəngə boyadıqları kimi, onlar da qırmızı rəngə boyayırdılar. İbn Kəsir 819-cu ildə üsyanı yatırmaq üçün Abbasilər ilk dəfə ordu göndərir. Amma Xürrəmilər ordunu darmadağın edir. 3 iyun 829-cu il. Həştadsər dağında növbəti döyüş başlayır. Ərəblərin hədəfi Bəzzi ələ keçirmək idi. Ərəb ordusunun başçısı Ət-Tusi idi. O, məğlub edilərək Xürrəmlər tərəfindən öldürüldü. Xəlifə Məmun 833-cü ildə öldü. Qardaşı Möhtəsim taxta keçdi. Məmun ölməmişdən Möhtəsimə vəsiyyətnamə qoydu. Xürrəmilərə gəlincə, onlara qarşı göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy. Səbirlə ona silah, yeni süvari və piyadalar, silahlar göndər. Əgər bu iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get. Vay olsun mənə, qardaşım. Bu nə müsibətdir. Atamız Harun Ər-Rəşid öləndə mən özümü belə yetim hiss eləmədim. Amma sən biz atıb getsən... Qulaq as Möhtəsim, vəsiyyətimi dinlə. Tusinin məhvi mən ölüm yatağına sərdi. Sakın nə qədər ki, o tanrı düşməni məhv etməmisən, gəlmə qəbrimi ziyarətə. Babəkin üstünə get. Söndür o cəhənnəm ateşin ta ki, bütün xilafəti öz küfr oduyla alışdırmazsın. Sən... Bəli, Babək sözdə İslam xilafətinə qarşı vuruşurdu. Amma bu xilafət özü nə dərəcədə İslama sadiq idi? Bəs Babək özü müsəlman idimi? Burada fikirlər bölünür. Tarixə nəzər salsaq, başda qeyd etdiyim kimi, Babəkin əsl adı Həsən idi. Atasının adı Abdullah idi. Bu adlar isə bildiyimiz kimi müsəlman mənşəli adlardır.
Bu dövrdə xilafətin başında olanlar əslində peyğəmbərdən sonra hakimiyyətə gəlməli olan imamların yerini tutmuş insanlar idi. Babək hərəkatı İmam Rizanın dövrünə təsadüf edir. Abbasilər hakimiyyəti dövründə İslamın bir sıra məzhəblərinin imamlarını və öndə gedənlərini həbsə atmışdılar. Yəni Abbasilər özləri İslam dininin ziddinə gedən bir hakimiyyət idi. O zaman deyə bilərikmi ki, Babək İslama qarşı vuruşub? Onlar dağda müsəlmanlar üçün onları namaza çağıran məscidlər tikmişlər. İbn Hövqəl özünün Surət Əl-Ərz adlı əsərində Xürrəmilər barəsində aşağıdakı fikri yazmışdır. Xürrəmilər Babəkin tərəfdarlarıdır və Quran oxuyarlar. Tarixi mənbələrdə bu kimi məlumatlar çoxdur. Babək bəzi mənbələrə görə 838-ci ildə Samirə şəhərində edam edilmişdir. Gəlin edamdan əvvəlki maraqlı faktlarla tanış olaq. Babək əsir alınıb Samirə şəhərinə gətirilənədək xəlifə Möhtəsimin onu öldürmək fikri var idisə, böyük tərəddüdlə müşahidə olunurdu. Hətta Babək saraya bəzək düzəkli bir filin üstündə gətirilmişdir. Möhtəsim çox güman ki, Babəki xilafət ordusuna sərkərdə təyin etmək istəyib. Babək 2 ay 10 gün xəlifənin zindanında saxlanılıb. Niyə gətirilən kimi öldürülməyib, niyə zindanda saxlanılıb? Amma hər nə səbəb olubsa, istəyinə çatmayan xəlifə qəzəblənib və Babəki edam edib. Babəkin qətli haqqında ərəb tarixçiləri belə yazırlar. Qətl günü cəlladlar onu Möhtəsimin hüzuruna aparanda gözünü qırpmadı, rəngi qaçmadı. Möhtəsimin əmri ilə əli kəsiləndə ondan soruşdular. Öldürürdün, ölmək asandırmı? O cavab verdi. Azadlıq uğrunda ölmək nə qədər də asandır. Nizam Əl-Mülk Babəkin qətli haqqında belə deyir. O, Möhtəsimin suallarına cavab vermədi. Möhtəsim onun əllərinin və ayaqlarının kəsilməsini əmr etdi. Babəkin bir əlini kəsəndə, o biri əlini qana batırıb üzünə sürtdü və üz-gözünü qızartdı. Möhtəsim dedi, nə üçün belə etdin? Cavab verdi. Üzümü ona görə qana buladım ki, bədənimdən qan axıb gedən zaman üzümün rəngi solacaq. Adamlar mənə baxanda elə biləcəklər ki, ölümün qorxusundan rəngim qaçıb. 39 yaşında edam edilən Babək Möhtəsimin qarşısında baş əymərək bu sözləri demişdir. Bir gün şah olmaq 40 il kölə olmaqdan yaxşıdır. Sağ qalmağım və ya ölməyim önəmli deyil. Əsas odur ki, harda mən varamsa, ya xatırlanıramsa, orada mən şaham. İbn Əl-Əsrin yazdığına görə, xəlifənin əmri ilə Babəkin başı Xorasana göndərilir. Başsız bədəni isə çarmıxa çəkilir.